Davam edirik. Son 20 ildə neft-qaz sektoruna yönəldilmiş 213 milyard dollar investisiya nəticəsində Azərbaycanın neft-qaz ticarəti 2 dəfə artıb. Sözlər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan Süni İntellekt Mərkəzinin açılış mərasimində deyilib. Qeyd olunub ki, bu Azərbaycanın qlobal rəqabət qabiliyyətinin yüksəldiyini nümayiş etdirən əsas göstəricilərdən biri hesab oluna bilər. Mərasimdə daha hansı məqamlara diqqət çəkilib? Bu barədə isə canlı bağlantıda olan əməkdaşımız Zeynəb Nadirova xəbər verəcək. Salam Zeynəb, təfərrüatı səndən öyrənək. Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, bugün vurğuladığımız kimi səhər saatlarında həmin tədbir baş tutdu və Asan Süni İntellekt platformasının da təqdim etmə mərasimi baş tutdu. Səhər saatlarından başlayan tədbir bir qədər öncə yekunlaşdı. Ümumiyyətlə, tədbirdə müzakirə olunan mövzular, bundan əlavə platformanın üstünlükləri barədə məlumat verəcəyik. Qeyd eləyək ki, həmin platforma həm özəl qurumları, dövlət qurumlarını və fərdi şəxsləri bir araya gətirəcək. Əsasən də körpü rolunu oynayacaq. Daha detallı şəkildə elə istəyirəm platformanın rəhbərindən məlumat alaq. Ləman xanım yanımdadır. Ləman İbrahimova, Asan Al-Hub'ın rəhbəri. Ləman xanım, tədbir yekunlaşdı, panel müzakirələr də oldu, bir sıra vacib açıqlamalar da oldu. Platformanın üstünlüyü ilə bağlı da sizdən eşidək detallı informasiyanı ki, bu istiqamətdə izləyicilərimizin məlumatı olsun. Çünki Asan xidmət mərkəzlərindən yararlanan və süni intellektlə bağlı da günümüzdə ümumiyyətlə geniş yayılıb. Elə məlumatlar sizdədir. Təşəkkür edirəm Zeynəb xanım. Bəli, bu günləri biz hər birimiz süni intellektə açıq innovasiya, hər kəs üçün körpü tədbiri çərçivəsində toplaşmışıq və bu tədbir içində biz Asan AI Hub haqqında öz qonaqlarımıza məlumat verdik. Ümumiyyətlə AI Hub'ın məqsədi ondan ibarətdir ki, sizin də qeyd etdiyiniz kimi dövlət sektoru, biznes subyektləri, startaplar, elmi tədqiqat mərkəzləri, araşdırma mərkəzləri, onların hamısının arasında körpü rolu oynamaq və vahid şəkildə hər birini platformada təqdim eləmək bizim istifadəçilərimiz üçün. Bir növü sizin, misal üçün, qurumunuz daxilində hər hansısa bir çağırış varsa, problem varsa, hansı ki, süni intellekt əsaslı həlli biz təklif eləyə bilərik platformanın daxilində. Siz onunla bağlı müraciət edirsiniz Asan AI Hub-a və platforma daxilində çağrışınızı yerləşdirirsiniz. Ondan sonra isə bizim startup şəbəkəmiz, tədqiqatçılarımız özləri müraciət eləyə bilirlər və sonra siz bərabər prototiplərə baxdıqdan sonra pilot mərhələsinə daxil olub işləyə bilərsiniz. Bizim platformamızın üstünlüyü ondan ibarətdir ki, biz yerli və xarici ekspertlərlə işləyirik ki, onlar sizə daxil olan həllərin qiymətləndirilməsində də iştirak eləsinlər. Amma lakin bizim işimiz yalnız bununla yekunlaşmır. Biz həmçinin də tədqiqat sorğularını da qəbul edəcəyik ki, onları daha sonra yerli və xarici universitetdən olan şəbəkəmizlə əlaqələndirək və onlar sizə yeni elmi araşdırmalarla geri dönüş etsinlər. Onlar daha sonra xarici beynəlxalq jurnallarda və s. dərc olunsun və digər istiqamətimiz bizim süni intellekt kurslarıdır. Platformamız, biz hazırda özümüz qlobal platformalarla əməkdaşlıq eləyirik və bunun çərçivəsində onların təklif etdiyi süni intellekt kurslara siz bizim platforma vasitəsilə daxil olub maariflənə, öyrənə bilər, daha sonra sertifikatlarınızı alıb bu proqramları yekunlaşdıra bilərsiniz. Təşəkkür edirəm, uğurlar arzulayıram və platforma haqqında detallı şəkildə Gülşən məlumat verməyə çalışdıq. Elə platformanın rəhbəri Ləman xanım bu istiqamətdə informasiya verdi və yəni bu qurumların, ümumiyyətlə dövlət, özəl qurumların bu istiqamətdə artıq üstünlükləri nədən ibarət olacaq, bu platforma üzərindən hansı üstünlüklər əldə edəcəklər, bu istiqamətdə məlumat verməyə çalışdıq və artıq vurğuladığımız kimi bugün təqdim etmə mərasimi də baş tutdu. Hələlik bizdən bu qədər, söz yenidən sizdə. Təşəkkürlər Zeynəb. İndi isə digər bir məlumata keçək.